Spermogramma bir çox hallarda kişinin həyat tərzini əks etdirir. Aşağıda sizə təqdim olunan videoda iki eyni yaşlı pasiyentin spermatozoidlərin mikroskop altında görüntüsü təqdim olunub. Sol tərəfdə sağlam həyat tərzi yaşayan, idmanla məşğul olan, yuxusuna fikir verən, ən azı gün ərzində 7-8 saat yatan, alkoqol içməyən, siqaret çəkməyən sağlam pasiyentin spermatozoidləri təqdim olunub. Gördüyünüz kimi onların sayı, aktivliyi və keyfiyyəti yüksək səviyyədədir. Ekranın sağ tərəfində isə pasiv həyat yaşayan, artıq çəkisi olan, idmanla məşğul olmayan, alkoqol içən, siqaret çəkən, dəfələrlə cinsi yolla keçən infeksiyalara yoluxan pasiyentin spermatozoidləri təqdim olunub. Gördüyünüz kimi onların sayı azdır, onlar keyfiyyətsiz və cansızdır. Bütün bunları nəzərə alaraq mütləq sağlam həyat tərzi aparmaq lazımdır və mütəmadi spermatozoidlərin keyfiyyətini artıran bəzi maddələrdən istifadə etmək. Misal üçün, koenzim Q10, omega 3, sink, selen, vitamin D, vitamin E, vitamin C, L-karnitin və s. Sağlamlığınıza diqqət yetirin və bizim tövsiyələrimizə riayət edin. Sağ olun.